Yəni bu maşını hardan alırsan, neçə il işlətsən, bu maşının bugünkü günə olan xərci nə qədərdir? Neçə min pul lazımdır ki, bu maşını hörmətə gətirəsən. Yəni buna maşın deməyə adamın dili gəlsin. Bir meşə, bir xasa. Bunu satmaq istəmir. Burada izləyicilərimizdən soruşanlar var. Bunu kimdə alır? Bunu alsa qədər alacaq metallama. Qədir də pulu, nə qədər pul verir Qədir buna? 150 manat deyirdi, nə deyirdi? Evet, söhbət elə görək. Nə söhbət edir? Yəni maraqlı bu maşınla yaddaşında qalan ən gözəl xatirə, ən pis Maşının xatirə. ancaq verdiyi nervidir, başqa heç. Yəni heç elə olubdumu ki, yolda bu maşını qırla, bunu satana söyərsən. Hə, yox, bunun qırılmadığı gün var ki. 100-ə birdə nə yandırır bu maşın? Qazlı sudur, yoxsa koladır? Nə istifadə edir maşın? Suyu benzindən çox istədi. Onda blokunda arası çat var. Başım çıxmır, o su ara gedir. Bunun texnik motorun soğutan vaxtında var, yoxsa keçift vaxt? Bunda ömürlükdür. Bunu xodda bir dənə qaz ver görək. Hansı maşında belə qolnik var? Bax, Stoyka bax bir dənə. Bax, çəkin, aycanım. Bax. Bax, stoyka görsən. Bax, stoykadakı qolnika bax. Hansı maşında bunu görürsən? Bu da antik vardır, bu əşyadır. Bunun pol da mənim diqqətimi cəlb elədi. Belə bir şey yaxşıdır ki, yerlə oradan təması. hava gəlir də, pişməcə olmamaq üçün. Külək oradan, buradan bəyərib olur. Yəni bu maşını Paçanın sürdüb, arası. yayda şort geyməyə ehtiyacı yoxdur. Bir də bu maşında ən xoşuna gələn xüsusiyyət nədir? Ay, bunu apardım Moykaya. Dedim bunu yürü, dedim mən istəyirəm. Dedim sən can 15 manat. 20 manat versən dedim bana. Neçə ildir bunu